İqtisadi Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı 2026 tədbiri çərçivəsində Gastronomiya günü təşkil olunub. Açılış nitqi ilə çıxış edən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qeyd edib ki, bu cür tədbirlər yalnız müxtəlif mətbəxlərin təqdimatı ilə məhdudlaşmır. Eyni zamanda insanlar arasında əlaqələrin qurulmasına və inkişafına xidmət edir. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qeyd edib ki, Şuşada gastronomiya tədbirlərinin təşkili artıq ənənəvi xarakter alıb və bu cür təşəbbüslər həm milli mətbəxin təbliğinə, həm də ölkənin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Azərbaycanın zəngin və qədim mətbəx ənənələrinə, eləcə də gastroturizmin inkişafı üçün geniş potensiala sahib olduğunu bildirən Fuad Nağıyev, bu turizm növünün inkişaf etdirilməsinin Dövlət Turizm Agentliyinin prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcidxan İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün paytaxtı seçilən Şuşada keçirilən Gastronomiya gününün üzv ölkələrin zəngin kulinariya irsinin və mədəni müxtəlifliyin parlaq nümayişi olduğunu bildirib. O, bu cür təşəbbüslərin İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında turizm, mədəniyyət və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd edib. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, İran və Əfqanistanın açıq hava şəraitində qurulmuş stendlərində həmin ölkələrin gastronomiya mütəxəssisləri tərəfindən hazırlanmış destinasiyaların gastroturizm potensialını əks etdirən əsas kulinariya nümunələri nümayiş etdirilib. Stendlərdə hər bir ölkənin özünə məxsus gastronomiya nümunələri hazırlanaraq dequstasiya üçün ziyarətçilərə təqdim olunub. Biz adı çəkilən təşkilatın üzv ölkələrinin ən məşhur, belə deyək, öndə gedən aşpazlarını qonaq kimi dəvət eləmişik və istəmişik ki, öz aşpazlarımızla, milli kulinariya komandamızın üzvləri ilə bir bilik təcrübə mübadiləsi olsun. Çünki hal-hazırda gördüyünüz stendlər böyük bir yaradıcı aşpaz fikrinin, ideologiyasının nəticəsidir. Menyular çox xüsusi özənlə seçilmişdir və burada xüsusi biz qeyd edirik ki, biz fikir veririk ölkələrin və həmçinin Azərbaycanın UNESCO mədəni irs nümunələrinə. Bizim məqsədimiz bu cür tədbirlərdə həmin irsimizin nümunələrini turistik məhsula çevirib təbliğ etmək və Azərbaycana olan turistik, gastronomiya destinasiya, turistik marağın artmasına nail olmaqdır. Tədbir müddətində xanəndələrin ifaları, rəqs nümunələri nümayiş etdirilib, həmçinin konsert proqramı da təşkil olunub.